Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 21 noyabrdır. Bugün mənim ev günümdür. Səhər 9-a işləyibdir. Biz artıq yuxudan durmuşuq. Gecədən səhərə qar yağıb. Bugünə bələdiyyə qonaqlarımız var. Amma onları çəkə bilməyəcəm. Hal-hazırda gəliblər, pilləkənlərə çıxırlar. Səbnən gedəsi yeri var idi, getdi. Rusiklə getdi. Beləcən yatızdırdım. Aminanı da Ləliş oynadır. Bugün məktəbə göndərmədim ki, mənə kömək eləsinlər. Beləcə yatdığına görə gətirim kuxuna da görüm nə eləyirəm, nə hazırlayıram, nə bişirirəm. Qış gəldi. Heç qışı sevmirəm. Neynəyək də. Təbiətdir, gəlməlidir o da. Saat 12 tamamdır. Uşaqları göndərdim həyətə. Bilirdim, baxarsan Ləliş. Göndərdim həyətə, gəzsinlər biraz. Uşağı da qəşəng yedizdirdik, çizdirdik, yatızdırdıq. Getsin biraz təmiz hava alsın. Mən də görüm nə edirəm. Uşaqlar gəliblər, gözləyirəm Səbnə indi gəlsin. Səbnə də vot-vot gəlməlidir. Saçımı axşam yuyub yatmışam, pıtırışıqdır. Vot, gəldi. Yoxsa bu uşaq yaman qucaq qışıdır. Qucaqdan düşmür. Durub yemək pişirmək istəyirəm, pişirə bilmirəm. Heç olmasa biraz ortalığı yığışdırdım, bunlar həyətdə olanda. Paltaları yudum. Kartuşka koydum kızarsın. Ədiyyatlarını sırası vurdum. Duz, sarı kök, pul biber, ne bileyim sarımsaq. Bir dənə kötü qalıb, onu da indi vuracağım. Bu da bizim tələsik naharımız. Tələsik. Çünki tələsirlər qızlar. Hansı seriallara baxırsan Səbnə? Я уже в Ютубе многие серии не выдают. Niye? Не знаю. Ben indi şey diyeceğim. Стой, еще один пальчик остался. Serialın birini koyacağım, baxa-baxa iş görəcəm. Səbinə gül artıq yola saldım, gedirlər. Ruslan da gedir kömək eləməyə. Gedib torta şəkil çıxartmalıdırlar. İnşallah çatdırarlar. Deməli qızlar, indiyika çıxartmışdım ki, nəsə pişirim. Bunu da buzu açılana kimi koymuştum suya ki buzu açılsın. Buzu açılana kimi YouTube'da canlaşdım. Planda var idi ki 1 saat vaxtımı sərf eləyim canlıya da demiyorlar ki 1 saat yarım sərf elədim. Görək nə ətidir, sağ olsun ki Səbinənin maması gətirir. Bizə də pay koyubdu. Bir dənə bunu suyun sütünü. Deməli bu hissədir, bir də deyəsən boğaz hissədir. Fikirləşdim ki, uşaqlar raqunu çox xoşlayır. Birinci sinifdə elə bildim döşədidir, dedim raqu pişirirəm. Bu hissəsindən də raqu pişirə bilərəm də, elə deyil. Gətirim pişirim. Bu da boğaz hissəsidir. Axırıncı səfər sifariş verəndə elə pis köklər gətiriblər ki, bu axırıncı sifarişdən deyil. Bu ondan əvvəlki sifarişdəndir. Axırıncı sifarişi göstərsəm dəli olarsınız. Hamısı atlasıdır. Çox bərbad. Nə baxın, belə kök olar. Qarayıb evdə qalıb elə bil. Yarısı da balkondadır hələ. Neyse, mən gətirim ərzaqları soyum, doğruyum. Raqumu hazırlayayım. Uşaqlar çox xoşdur.
Mənə çoxdan baxanlar bilir ki, mən raqu bişirəndə xırda-xırda doğramıram, hər şeyi içə-içə doğrayıram. Hər şeyi kubik doğrayıram. Hər şeyi, bütün ərzaqları. Şükür Allaha bizim uşaqlarda elə şey yoxdur ki, mən soğan yemirəm, mən filan şey bəyənmirəm. Hələ ləlişdir, çox vaxtdır ki, mən bişmiş kök istəyirəm, bişmiş kök bişirməliyəm. Elə nə vaxtdandır istəyirəm özbə yaşı bişirim. İndi yenə yadıma düşdü ki, mən axı düyü alasıydım. Mən düyü alasıydım, almadım. Çünki fikirləşdim ki, düyü ilə unu Valbersdə sifariş verərəm. Ki, həm ucuz başa gəlsin, həm evin yanına gətirsinlər falan filan. Elə o fikirləşdiyimdə də qalmışam. İrəli getməmişəm. Deməli, qızlar, hinduşka ətini doğradım. Tam sümükdən ayırmadım, bir belələrini saxladım. Vamxodda pişirəm ki, pişsin. Bu da boğazdır. Boğazı 3 yerə bölmüşəm. 1, 2, 3. Qoymuşam pişsin. Vamxodda eləyirəm ki, yaxşı pişsin. Çünki bildiyim qədərilə hinduşka əti gec pişən ətdir. Uşaqlardan, qızlardan biri gəlibdir. Biraz əlimizi cəld tutmalıyıq ki, yemək tez hazır olsun. Vamxodda bütün ərzaqları doğraya vamxodda bişirirəm. Evdə pomidor da var, biber də var. Biber dondurucudan vurdum. Niyəsə, heç bilmirəm niyə. Pomidorun əvəzinə bu pomidorun öz sopu var. Onu qataram da yəqin. Pomidor da qatmaq olar. Prosta indi hal-hazırda pomidor baxadı adam heyf içər. Yeməyə vurmağa, lütfü doğrayıb yemək. Sveji. Qaldı buna kartoşka vurmaq. Duz istiot vurmaq. Kartoşkasını da markov kimi çox eləyəcəm ki, hamı ürəkli yesin, doysun. Biraz da su qatacam və salam. Bir dənə bura Galina Blanka atdım. Mən Galina Blanka xoşlayanam. İçəsinə adi sarımsaq da qatmaq olar, paraşokunu da qatmaq olar, fərq etməz. Duzunu indi yadıma düşdü ki, soğan qovranda əlavə eləmişəm. İstiot və ədviyyat, qırmızı biber, soğan, kök ədviyyatların qarışığı. Və hinduşkadan nə bişirəsi olduğunuz sualına cavab. Raqu, tərəvəzli raqu. Burada tərəvəzlərdən soğan, biber, pomidor olmalıdır, vurmadım. Soğan, biber, kök və kartof. Zövqə görə ürəyini istəyən başqa tərəvəzlər də əlavə edə bilərsiniz. Tipa badımcan, kabaçki, nə bilim axı, kimin ürəyindən, könlündən nə keçirsə o. Bu bizim evdə ən sevdiyimiz yeməkdir. Uşaqların hələ-hələ ən sevdiyi yeməkdir raqu. Dediyim kimi, sümükdən əti təmizlədim və sümüyü beləsinə 2 dənə attım. Bunu da didişdirərik qəşək. Bu arada hinduşka ətində dadına baxdım, bişikdir. Hamısı çox gözəl, çox dadlıdır. Çox ləzzətlidir. Belə çox kartoflu, çox köklü görsənməyinə baxmayın. Tərəvəzlər həmişə vacib yeməklərdən biridir. Yəni vitamin olaraq 1-2 dəfə sınayın, baxın, pişirin. Görəsiniz ki, sizin də uşaqların sevimli yeməklər olacaq. Hətta mən bunu bir dəfə, bilmirəm, vlogda çəkmişəm, yoxsa yox, mamagildə mi pişirmişdim, yoxsa olan uşaqlar bizə gəlmişdilər. Daha onlar məndən 2-ci, 3-cü tarelkanı istəyirdilər. Yəni o qədər dadlıdır. Özümü tərifləməsəm kim məni tərifləyir. Amma həqiqətən də dadlı yeməkdir. Həqiqətən də çox dadlı yeməkdir. Düzdür, içində əti də demək olar ki, digər ərzaqlar kimi eyni qədərdədir. Yəni deyim ki, 3 dənə, 5 dənədir, yox. Belə. Dəliş hələ gəlməyibdir.
Üzümə çəkdim yemək əlbəttə ki, indikanın ən dadlı yerini, ən dadlı ətini, noşkasını. Üstündə ət olmasa da olar, noşkadır ki, özümə qoydum. Nə deyim qızlar, məsəl üçün siz dediniz ki, soğuz bişir. Fikirləşdim ki, soğuzu bizim uşaqlar ancaq və ancaq toyuğun döş ətindən yeyirlər, başqa yerindən bişirəndə yemirlər. Dedim elə soğuza gedən ərzaqları raqo eləyim. Nə fərqi var ki? Eyni ərzaqlardır, sadəcə burada xırda-xırda. Yəni soğuzdan müqayisə eləyəsək də, yəni xırda doğranılır. Oy, dadı ki eynidir. Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 22 noyabrdır. Saat 5-dən durmuşam. Bugün pekarniyadayım. Durdum, yuyundum. Hal-hazırda 20 dəqiqə işləyibdi 6-ya. Bir 10 dəqiqə ərzində geyinim çıxım. 10-15 dəqiqə ərzində. Bugün səhər tezdən olmalıyam pekarniyada. Səhər tezdən olanda saat artı 7-də uje qayıdıb evə gələ bilirəm. Bilmirəm bugün nəsə çəkə biləcəm, çəkə bilməyəcəm. Görək. Mütləq və mütləq yemək. Elə də iki boşqab götürdüm ki. Ay sənin qıraqlarından batırdım. Mən tək olmayacam, Katya ilə olacam. Əlimə töküldü yemək. Beş 38'dir. 3 dəqiqə sonra avtobus olmalıdır. 3 dəqiqə sonra avtobus. Çatdıracam mı? Hələ lifti gözləyirəm. Yazılıb ki 1 dəqiqə sonra gələcək. Ondan sonra heç nə göstərmir. Yoxsa heç tələsməzdim. Çatdırsam yaxşı olar, çatdırmasam köşküm getməli olacam. Ya da başqa stanovkadan gedə bilərəm. Baxaram. Bizim hər səhərimiz belə başlayır. Uzaqdan gəlir, çatdım. Это у меня утренняя пробежка. Bir dənə gedim, şönüm görüm gəldi mi? Oh Allah'ım mükemmel. Bu bizim ostanovka. Tatlı. Çattım. Сообщайте водителю. Во время поездки держитесь за поручни. Для вашей безопасности рекомендую... Saat 5:50'de gəldim, çatdım. Özüm tez gəlirəm, əslində 6:30-da gəlməliyik. Özüm tez gəlirəm ki, hər şey çatdırım. Deməli qızlar, bagetləri bişirdim, kruasanları qoydum. Sıtnaları hazırladım və indi mən sendviçlər hazırlamalıyam. Nədən neçə dənə olmalıdır? O burada yazılmalıdır. Sendviç ağ çörəkdən 2 dənə eləməliyəm, qara çörəkdən toz 2 dənə eləməliyəm. Götürək başlayaq. Və mən burada ərzaqları hazırladım. Başlayaq sendviç düzəltməyə. Bu arada kolumu yandırdım. Bilmirəm görsənirmi? Bura imенно qattalanan yer. Dımrıq bıçağı yox ediblər. Bəlkə də oradan hər şey yerə düşür. Yoxdur dımrıq bıçağı. Gətirim tez başlayayım. Deməli mənim vaxtım var nə? Kruasanlar pişənə kimi katalog pikkil deyəcək, ev çıxardacam, tez bunları qoyacam. Mən boş vaxtım var, sendviçləri hazırlamalıyım.
ki saat 7-yə məndə vitrinə hazır olsun. Heç olmasa 50-70% hazır olsun. Yəni burada mütləq deyil ki 100% hazır olmalıdır. Qolum göynədə qal verir. Mənə deyirlər ki, Günel sən çox soğus vurursan. Deyirəm elə hazırlayıram, elə bilirəm ki özümə hazırlayıram da. От души. Salat elə çox deyil. Heç bilmirəm neçə dənə sendviçə bəs eləyəcək. Belə az zakaz ediblər görürsən. Yeni baləcə salatlardan yamaq eləyir, hə? Qolum göynədir. Soğus elədik, salat elədik. Qarşı gedir. Pendir. Pendir. Belə ardıyca ветчина. Bu nədir? Ветчина. Ветчина из чего-то? Свинина. Ama indeykadan da var. O vроде нормальный. Ama yeməmişəm mən, nə yalan deyim. Bir sendviçə 2 dənə ветчина gedir. Прости, отпусти. Знаешь, она не твоя, а ты прости, прости, отпусти. Даже безумно любя, но ты прости, не знаешь почему. Şöyle sendviçləri bağlayırıq. Baxın, belənsinə gözəl göyçək sendviçlər əldə etmiş olduq. Burada lazımdır perçatkalar değişmək üçün perçatkalar yaşdı. Прости, 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 отпусти. Keçdik upakovka eləməyə. Tak ya Allah eləyək. Ey Günka, biraz tez olsa, bilirsiniz neçədir? 7 işləyib 20 dəqiqə. Birinci sendviç hazır. İkinci sendviçə. Hoppa. Все. 2 dənə sendviç hazırladık. İndi onun nakleykasını takırıq. Saatın yazdık. Saat neçədə hazırlamışıq? Ayın neçəsi? Bugün ayın 22'sidir. Saat 6:20'dir. 22 noyabr 25-ci il saat 6:20'də hazırladıq, qurtardıq.
jurnala da eynən qeyd eləməliyik. Jurnala niyə qeyd eləyirik? Çünki bitmə tarixi var. Hər bir yeməyin bitmə tarixi var. Bilinsin ki, yəni bu dünənki deyil. Bizdə burada hər şey təzədir. İşə gəldik, tez hazırlayırıq. Dünəndən qalma heç nə işlətmək olmaz. Vot. 2 dənə 6.20-də. Все. Səhər tezdən buna mahnıda düşüb dilmə bilmirəm. Ruslan açarını evdə qoyubdu. Ruslanın açarını götürdüm, gəldim. Uşaqlara yazdım ki, mədrəsədən sonra gələrsiniz yanıma, açarları verərəm. Bu da bizim sendviçlərimiz. Hazırladığımız. Bu da belə tutun. Görsənirmi? 6.20 yazılıb. Belə. İkinci krassanımıza nə gedir? Qara çörəkdə olan krassana. Onları çəkim. Burada tvarojni sırdır. Qaymaqlı pendir. İli kəsmikli pendir, nə bilim. Огурцы соленые, tuzlu xiyar, salat və indeyka. İndi bunları yığım. Eynən o qaydada. Baxın, sonunda belə bir şey alınır. Sadəcə bir də krassanla sendviç hazırlamaq lazımdır. Krassanları indi çıxartdım. Duxovkadan qaynardılar. Ona görə də hələ tezdir onları hazırlamaq. Буду готовиться, по-моему. Да, уже с начала ноября. Да. Уже неинтересно. Интересно, когда уже в декабре. Да, вот это куда интереснее. С ноября как-то интересно вода. Deməli, qızlar saat 7-yə qalıbdı. Katya mən buraxdı, gedirəm evə. Getməyinə gedirəm evə. Amma ki,
Ruslanla Amin gəlmişdilər yanıma məçiddən sonra açar götürməyə, evin açarını. O gedən gediblər. Zəng eləyirəm, heç biri cavab vermir. 100% yatıb evdə Ruslan. Gidib yenə çöldə qalacam. Səhər tezdən durub axı. Səhər tezdən durub ki, Moskvaya gəlsin. Domodedovo getmişdi dünən. Səhər tezdən Aminlə gəliblər mədrəsəyə. Oradan da gəldilər yanıma. Açarı götürdülər. Getdilər evə. Ondan sonra səsi yox. Amin öz evlərinə gedəsiydi. Ruslan da bizə. 100% gedib yatır. Çöldə qalacaq. Deyim hələ çörək alım. Sonrasına baxarım. Deməli çörək aldım, çıxdım mağazadan. Astanovkaya hələ bir xeyli var idi. Avtobus gəldi. Dedim əş yox, mən ona çatmaram. Yalandan qaçıb özümü biabır eləməyim. Gördüm mənim arxamca qaça-qaça ər-arvad idi, bilmirəm kim idisə. Böyle bir 35-45 yaşlar olardı. Qaçırlar, qışqırışırlar ki, avtobus saxla, avtobus dayan. Onlar gördüm qaçırlar, mən də onların dalınca başladım qaçmağa. Avtobusda saxlamadı, Astanovkadan getdi. Elə Astanovkadan gedəndə bunlar уже çatdılar da avtobusa. Başladılar avtobusun arxasınca belə tıqqıllatmağa da vurmağa. O da getdi, biraz qabaqda saxladı. Gördüm bunlar qaçır, mən də qaçdım. Qaça-qaça getdim, avtobusa çatdım. Yıxıla gəlir, bu yolumu dəyişim. Düzgün yıxılır. Nəysə. İndi çatdım evə. Elman da deyir ki, nə Amin cavab verir, nə Ruslan. 100% yatışıblar. Nəysə, gedim evə görüm neynirlər. Siz demişdiniz ki, onlar niyə yatmamışdan qabaq qapını açarla bağlamırlar. Bizimkilər planlaşdırılmış yatmır ki, oturduqları, uzandıqları yerdə yatırlar. Yəni planlanmırlar yatırlar da. Uzanıb telefona baxırlar, eləncə də yuxulayırlar, yatırlar. Yəni planlaşdırsalar, açarla bağlayarlar. Oy, soyuqdur. Bir də çöldə qalmaqdan qorxuram. Zəngiyəm görüm kim cavab verəcəkdi. Aşağıdan bir 10 dəqiqə zəng elədim. Даже domofonun səsi uşaqları durğuzmadı. Neçə nəfər girdi çıxdı. Özümün açarım var ya, amma ki evə nətər girəcəm. İçərdən bağlayıblar qapını. Nenim gedim qapını bərtdən döyüm. Qapı qonşumuz da düz ağzımızın içindədir. Çox səs eləməyə adam qorxur. Gedim qapını bərtdən döyüm, bəlkə açarlar. Amma nə qədər zəng elədim, domofona cavab verən olmadı. Şuna baxı. Rusik də mənə yazır ki, Amin rüqzakını itirib. Of, bu uşaqların axırı nə olacaq? Aşağıdan baxdım, kuxnanın da işığı yanır, otağın da işığı yanır. Demək ki, yatıblar. Baxın, bundan da bərtdəyim. Kuş çıxdı. 20 dəqiqədir qapı döyürəm, 20 dəqiqədir zəng eləyirəm aşağıdan, domofondan. Bunlar yatıb qalıb bunlar. Axır ki, Ruslan açdı. Kозявка. Уснули они. Все соседи проснулись, кроме вас. Axır ki, Ruslan gəldi, qapını açdı. 10 dəqiqə aşağıda domofona zəng elədim. Одновременно telefonla həm WhatsApp-a zəng elədim, həm telefona zəng elədim. Götürən olmadı. Gələn girən mənə podyezin qapısını tutur ki, girin. Deyirəm, açarım da tutmuşam, deyirəm ki, açarım var. Spasiba. Mənə lazımdır uşaqlar durğuzmaq sadəcə. Bilirəm, axı gəlib burada da döysəm işitməyəcəklər. Dedim, cəhənnəm. Aşağıdan baxmışdım, işıqlar yanırdı. Dedim, qoca, çıxım yuxarıdan döyüm qapını. Yuxarıdan da bir 10 dəqiqə döydüm. Axır ki, Ruslan durdu. Düz 20 dəqiqədir qapı döyürəm. Neyse. Of, gedim əynimi soyunum. Təzdən başını sıxdı, yatdı.
Amin hələ durmayıb, Amin hələ də yatır. Oo, evimiz nə soyuqdur. Bütün gün üşümüşəm, inanırsınız. Katya da qapını açıq qoyur. Təkcə Katya yox, elə Natasha olanda da qapını açıq qoyurlar. Yəni başqa vaxt yenə dözümlüydü. Bu gün üşümüşəm, bilmirəm, xəstələnmək istəyirəm, nədir. İndi də üşüyürəm, çox üşüyürəm. Dedim, tort bişirim uşaqlarla çayla içərik. Ola baxdım ki, xaladenkdə işdacı yumurta yoxdur. Elə sifariş verdim. Nə vaxt gətirərlər, onda Allah bilir. Ondan sonra həvəsim olacaq, olmayacaq, heç onu da bilmirəm. Çayniki doldurdum, çay qaynasın, uşaqlarla çay içək. Uşaqları da qorxuzmuşam artıq. Deyirəm ki, uşaqlar, mən sizdən küsmürəm, incimirəm, yana vas niyə birjini. Человеческий faktor da, hamı yata bilər, burada nə var ki? Olan şeydir. Həyatdır bu, həyat. Çay qaynasın, çay içək, isinək. Sifarişi gətirsələr də, nə bilim, yəqin nastroyen olar da nəsə pişirməyə. İmina mikseri qoşub dır eləməyə adam istəmir. Deməli, qızlar, sizə nə deyim? Bir izləyicim var, sağ olsun, iş yerimə gəlir. Onunla dostlaşmışıq, Allah onu var eləsin, balalarını qorusun. Bugün gəldi mənə, tənək gətirdi. Dedi ki, elə dolma bükürdüm. Birdən yadıma düşdü ki, bəs Günel hər dəfə tənək axtarır. Aparım tənəyin birini verim Günelə. Sağ olsun, çox sağ olsun, Allah razı olsun. Allah məni düşünən, mənim fikrimi çəkən hər bir kəsdən razı olsun. Çörəklə peçeni aldım işdə yeməyə, sabah yenə işdəyim. Çörək satırıq amma çörəyi özüm alıram, çünki oradakı çörəklər xırt-xırtdır. Oradan da alıb yeyə bilərəm, amma dişim ağrıyır deyən oradan yeyə bilmirəm. Qızlar, nə deyim, saat artıq 12-nin yarısıdır. Saat 8:30-da sifariş vermişəm. 12-nin yarısıdır. Yazılmışdı ki, bugün saat 9-dan 11-ə kimi gətirəcəklər. Gətirmədilər. Yəqin sabah gətirərlər. Sabah da mən evdə olmayacam. Oturub gözlüyüm deyə. Qar da yağdı. Qəşəng görünür, ha? Mənzərə qəşəng. Neynəyək daha? Bugün tort pişirə bilmədim. Sabah işdən gələndən sonra pişirəm yəqin. Və yaxud da ev günümdə. Baxarıq vəziyyətə.